Eyni şəkildə Təkbirətül ehram da namaza başlanğıc olan birinci Allahu Əkbər kəlməsidir. Allahu Əkbər kəlməsi ərəbcə düzgün və ardıcıl şəkildə deyilməlidir. Biz adətən diqqət yetirdiyimiz zaman görürük ki, əksər ərəb əlifbasını tanımayan insanlar namaz qıldıqları zaman Allahu Əkbər kəlməsi ilə başlayırlar. Lakin ərəb əlifbasından xəbəri olan kəslər bilir ki, ərəb əlifbasında k səsi, k hərfi yoxdur və Allahu Əkbər kəlməsi ilə namaz qıldıqları zaman namaz batil olur. Doğru deyiliş qaydası isə Allahu Əkbərdir. Birinci təkbir, yəni infitah təkbiri deyirlər. Deyilən zaman bədən aram və hərəkətsiz olmalıdır. Əgər insan qəsdən hərəkətli şəkildə o təkbiri deyərsə, onda namazı batildir.